bəli, həqiqətən fantastik bir sonluq alındı. Yəni mükəmməl hazırlıq. Yəni etiraf elə ki, sona doğru biz fikirləşirdik ki, bir xal heç olmasa bir xalı ən azı götürdü bu oyunda. Yəni amma elə bir an alındı ki, yəni son ana qədər ümid var idi. Son ana qədər gözlədik. Yəni necə deyim, indi bu an üçün təbii ki, nələrsə ifadə eləmək sözləri istənilır, çox çətin məsələdir. Amma yekun o ki, bəli, qələbə vacib, qələbə qazanır. Mən çox ümid edirəm və şübhəm yoxdur ki, artıq bir 80-90% artıq bu qələbə ilə biz həll edirik növbəti mərhələni və bu oyun özü iki qat bir fantastikadır ki, yəni klub tarixində, biz futbol tariximizdə belə bir şey olmamış ki, biz Çempionlar Liqasında növbəti mərhələyə keçirik. Bu fantastik bir şeydir həqiqətən də. Mən də buradan təbrik edirəm, qoşulam təbriklərə Qarabağ klubunun rəhbərliyi, Qurban Qurbanov, bütün futbolçuları və Azərbaycan futbol ictimaiyyətini bu möhtəşəm və tarixi qələbə münasibətindən təbrik edirəm. Yəni belə deyək, Chelsea-ni cəzalandırmışdıq, o azca qeyd elədiyi o hörmətsizliyə görə. Eintracht o yolu getdi, Eintracht'ı cəzalandırdıq. Yəni artıq belə deyək, səsimizi bundan da yüksək çatdırmalıyıq Avropaya. Bilsinlər ki, yəni Azərbaycanda da futbol oynamağı bacarırlar. Azərbaycanlıların da futboldan anlayışı var. Qarabağ belə zarafatları bağışlar. Bəli.